Salam aziz dostlar, hər vaxtınız xeyirli olsun. Bugün 5 Aprel 2025-ci ildir dostlar. Arılarımıza bugün yenidən sublimasiya edəcəyik. Yəni organik turşu ilə, quzuqulağı turşusu ilə sublimasiya edəcəyik. Gənc arıçılar qarışqa turşusu ilə quzuqulağı turşusunu qarışdırırlar. Nəinki gənc arıçılar, hətta bəzi baytarlıq apteklərində çalışan o insanlar belə baytar adlanan. Onlar hətta bunu çox qarışdırırlar, bilmirlər. Hər kəs hansı üsul ona rahatdır, o üsuldan da istifadə eləsin. Lentlər də qoya bilərsiniz, başqa dərmanlar da istifadə edə bilərsiniz dostlar. Artıq havalar normallaşıb, arı ailəsinin artıq kifayət qədər bir gücü var. Ona qarşı, yəni varroaya qarşı tədbir görmək lazımdır və vacibdir. Bəzən dostlar fevral ayında belə zəng vurub soruşurlar ki, arılara hansı lenti verək, hansı dərmanı verək, yəni varroaya qarşı. Bu düzgün deyil. Qış aylarında yalnız oksalit damlaması etmək olar. Sülfəsiz dövr üçün bu bir qədər effektlidir dostlar. Amma zəif arı ailəsinə və yaxud qışdan istər-istəməz qış zamanı arılar zəif çıxır qışdan. Ona hər hansı bir kimyəvi dərmanları, kimyəvi preparatları vermək arıları biraz da geri atmış olursunuz dostlar. Odur ki, indi baxın, aprel ayıdır, hər bir arı ailəsində artıq kifayət qədər güc var. Hər hansı bir üsuldan istifadə edə bilərsiniz dostlar. İstər lentlər, xətkeşlərdən, istər başqa vasitələrdən istifadə edə bilərsiniz. Mən indi ənənəvi olaraq öz sublimatorumdan istifadə edəcəyəm. Deməli, dostlar, o sublimatoru mən hazırlayarkən bir neçə il bundan əvvəl YouTube kanalımda da paylaşmışdım. Sonra 1-2 il keçəndən sonra onun hazırlanma qaydasını da mən hissə-hissə göstərdim, paylaşdım. Düzdür, indi bu dəqiqə hal-hazırda Azərbaycanda minlərlə arıçılar bundan hazırlayıblar, alıblar. Bəziləri başqa ölkədən gətizdirib, bəziləri mənim videolarıma baxıb, onu hazırlayıb, onun şəklini də mənə WhatsApp vasitəsilə göstərib. Hər kəs də istifadə edir. Amma mən əvvəllər bundan istifadə edəndə bəzi o dırnaq arası professorlar ki var idi, mənə şərhlərdə yazırdılar ki, sən bunu hər hansı bir konferansda göstərsən, sənə nə bilim gülərlər. Bu yaxınlarda da mən TikTok kanalımda bu sublimatorun hazırlanma qaydasını yenə də paylaşmışam. Yenə də yüzlərlə insanlar hazırlayıb, istifadə də edir. Yenə şərhlər yazılır. Yəni o professorlar ki var, yenə yazırlar 1000 dərəcə qızır filandır, bəzi arılar öləcək, qırılacaq. Qardaş, mən neçə illərdir ondan istifadə edirəm. Nə bir arı ölür, nə də ki özüm ölmüşəm. İndi düzdür, maska vacibdir. Eynək lazımdır, əlcək lazımdır. Qardaş, indi məni çox istəyənlər, bilirəm, hərdən yazırlar ki, maskasız çıxma falan. Qardaş, məni çox istəyirsən, 70 manat ver, bir dənə maska al, göndər mənim üçün. Mən də o maskanı hər dəfə istifadə edəndə taxaram ki, yazaram ki, bunu filan kəs mənim üçün göndərir. Odur ki, dostlar, elə ağlına gələni yazmayın. Bilmədən, bunu görmədən ağlına gələni şərhlərdə yazmayın. Mən nəyi göstərirəmsə, onun sübutunu da göstərirəm, onu özümdə tətbiq edirəm, sonra göstərirəm. Yoxsa hərə özü üçün bir orada professorluq eləməz. Getdik.
Salam aziz dostlar, hər vaxtınız xeyirli olsun. Bugün aprel ayının 6'sıdır, 2025-ci ildir. Arılarımızın durumu necədir sublimasiyadan sonra? Baxın. Ölən və yaralanan yoxdur. Bu da sublimasiyadan sonraki durumları dostlar.